Hamınızı xoş gördüm. Niye kola içmək olmaz? Bəzən belə bir sual verirlər ki, belə insanlar var ki, gün ərzində 2 litrə qədər kola qəbul etdir, amma onlara heç bir şey olmur. Bunun izahını vermək istəyirəm. Bədəndə bufer zonaları mövcuddur ki, bu bufer zonaları bədənin tuş qələvi mühitini avtomatik olaraq tənzimləyir. Kola qəbul etdikdə bu kolanı neytrallaşdırmaqdan ötürü bədənə bir sıra maddələr lazım olur. Minerallar lazım olur. Kalsi, kalli, natri, dəmir, molibden, magnezi. Bəs bu mineralları bədən haradan götürür? Kalsini sümüklərdən, magnezini ürəkdən, ürək əzələsindən, damarlardan, natrini böbrəklərdən, kallini qaraciyərdən çəkir. Və nəticədə kola neytrallaşmış olur. Ona görə də kolanı qəbul edən kimi bu içki insana birdən-birə öldürücü təsir göstərmir. Bu hal davamlı surətdə davam etdikdə tədricən bu sistem çökmüş olur. Bu nəticədə qalxanvarı vəzi, böyrək üstü vəzi sıradan çıxır, böyrəklərdə daş əmələ gəlir, qaraciyər çaşılmazlığı yaranır. Ən təhlükəlisi belə halların cavan insanlarda yaranmasıdır. Bəs bunu qarşısını almaq üçün nə etmək lazımdır? Deməli, kola qəbulu dayanır və bədənə qələvi minerallar daxil olmalıdır. Məsələn, cəfəri, şomu, keşniş, brokkoli, kələm, bunlarda çoxlu miqdarda xlorofil maddəsi vardır. Və bunlardan smuzi düzəldib içmək lazımdır. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.